Sosial mühəndislik. Salam əziz izləyicilər. Hər birinizi kanalda xoş gördük. Bugünkü dərsimiz informasiya təhlükəsizliyi bölməsinə aid olan sosial mühəndislik mövzusuna həsr olunacaq. Sosial mühəndislik nədir? Sosial mühəndislik kiber təhlükəsizlikdə insan zəifliyindən istifadə edərək məlumatların və sistemlərin ələ keçirilməsi üsuludur. Bu yanaşmada hücum edən şəxs texniki boşluqlardan deyil, insanların etibarından, diqqətsizliyindən və psixoloji təsirlənməsindən istifadə edərək məqsədinə çatmağa çalışır. Əsas sosial mühəndislik hücumları hansılardır? Phishing. Elektron poçt, SMS və ya saxta linklərlə istifadəçini aldadıb məlumatlarını əldə etmə. Bu hücumda əsas məqsəd istifadəçini real platforma ilə saxtanı ayırd edə bilməyəcək vəziyyətə salmaqdır. Phishing, telefon zəngi ilə aldatma. Hücumçu səsində inam yaratmaqla istifadəçidən şəxsi məlumat və ya parol əldə etməyə çalışır. Smishing. SMS vasitəsilə fırıldaqçılıq, adətən təcili xəbərdarlıq və ya mükafat vədi ilə istifadəçinin linkə klik etməsi hədəflənir. Pretexting, saxta kimlik yaradaraq istifadəçi ilə ünsiyyət qurmaq, məsələn, özünü bank işçisi kimi təqdim etmək. Bu üsulda hücumçu əvvəlcədən hazırlanmış inandırıcı ssenari ilə məlumat toplamağa çalışır. Baiting, istifadəçini cəlb edən tələ, məsələn, yol tapmış flashcard. İstifadəçi bu tələyə uyduqda cihaz və ya sistem zərərli proqram vasitəsilə təhlükə altına düşə bilər. Tailgating, icazəsiz şəxsin təhlükəsiz əraziyə başqasının arxasınca keçməsi. Hücum edən şəxs fiziki təhlükəsizlik tədbirlərindən yayınaraq məxfi zonaya daxil olur. Qorunma yolları, link və fayl mənbəyini yoxlamaq. Şübhəli linklərə və ya tanımadığınız göndəricidən gələn fayllara klik etməzdən əvvəl həmişə mənbəni yoxlayın. Belə yoxlama zərərli proqramların cihazınıza yol tapmasının qarşısını alır. Şəxsi məlumatları paylaşmamaq. Heç bir şəxsə, xüsusilə də telefon, elektron poçt və ya mesaj vasitəsilə parol, bank məlumatı və digər şəxsi məlumatları verməyin. Məlumatların qorunması sizin kiber təhlükəsizliyiniz üçün əsas şərtdir. Güclü parol və 2-faktorlu identifikasiya. Hesablarınız üçün mürəkkəb və unikal parol seçin. Mümkün olduqda 2-faktorlu autentifikasiyanı aktivləşdirin. Bu hesablarınıza icazəsiz girişlərin qarşısını xeyli alır. Şübhəli zənglərdə kimliyi doğrulaması. Naməlum zəng edən şəxsin kimliyini təsdiqləmədən heç bir məlumat verməyin. Beləliklə, telefonla həyata keçirilən sosial mühəndislik hücumlarının riski azaldılır. USB və xarici daşıyıcılara diqqət edin. Naməlum USB və ya digər daşınan yaddaş vasitələrini cihazınıza qoşmayın. Çünki içərisində zərərli proqram və ya virus ola bilər ki, bu da sisteminizin təhlükəsizliyini poza bilər. İndi isə mövzu ilə bağlı bir neçə test nümunələrinə baxaq. Yekun. Sosial mühəndislik sadəcə texniki boşluqlardan istifadə etməklə deyil, insanların davranış və psixoloji zəifliklərindən yararlanaraq məlumatlara, sistemlərə və digər resurslara icazəsiz giriş əldə etməyə yönəlmiş bir üsuldur. Yəni bu hücumlarda əsas silah texnika yox, insanların psixologiyasıdır. Dərsimiz bu qədər. Əgər bu video sizə faydalı oldusa, kanala abunə olmağı, videonu bəyənməyi və şərh bölməsində fikirlərinizi yazmağı unutmayın. Növbəti dərsdə görüşənədək. Sağ olun.